Salam, hər vaxtınız xeyir olsun. İsimlərin morfoloji və semantik xüsusiyyətlərində olan testlərin birdən 50-yə qədər izahını digər videoda tamamlamışam. İndi isə 51-ci sualdan davam eləyək. Choose the pair of nouns in the plural. Cəm isimlər cütlüyünü istəyir. A variantına baxırıq men, kökündən dəyişən cəm isim. Onun tək forması olur mən. Books, S artırılıb cəm isim. Deməli ilə doğru variant A-dır. B-yə baxıram. News xəbər məlumat deməkdir. Sayıla bilməyən isimdir. Sayıla bilmirsə o cəmlənə bilməz və təkdədir. B-ni çıxdıq. C-yə baxırıq leaf, yarpaq, bu da təkdədir. C-ni də çıxdıq. D variantına baxırıq door, qapı təkdədir. D-ni də çıxdıq. Deer-dir, fish-dir, swine-dir, sheep-dir. Bunlar təki və cəmi eyni olan isimdir. Yəni onları biz cəmləyərkən S artırmırıq. Bəs cümlədə görəndə hardan bilərik ki, o təkdir və yaxud da cəmdir? Əgər qarşısında A artiklı varsa, for example, a deer, deməli bu təkdir. Yox, əgər artiklı yoxdursa, deməli bu cəmdir. Y variantına baxırıq, boy təkdədir, bu səbəbdən çıxırıq. Bizdən cəm isimləri istədi, doğru variantda A oldu. 52-yə baxıram, cəm isimlər cütlüyünü istəyir. A variantına baxıram, box təkdədir, A-nı çıxdım. B-yə baxıram, ES artırılıb və kökündən dəyişən women cəm isim. Doğru cavab B-dir. C-yə baxıram, foot təkdə, window təkdə. C-ni çıxdım, D-yə baxıram, ox təkdə, D-ni də çıxdım, Y variantında pencil təkdə, Y-ni də çıxdım. Doğru cavab oldu B variantı. 53-ə baxıram, cəm isimlər cütlüyünü istəyir. A variantında physics. Xatırlayaq ki, bütün elm, fən, oyun adları son S-lə bitsə də sayılmır və sayılmırsa təbii ki, biz onları cəmləyə bilmərik, təkdə olur onlar ancaq. Deməli, food da təkdədir, A-nı çıxdıq. B-yə baxıram, coal, kömür, sayıla bilmir, sayılmırsa təkdədir. Progress, inkişaf, sayıla bilmir, sayılmırsa əlbəttə təkdədir. B-ni də çıxdım. C-yə baxıram, goods, mal, əmtə, hər zaman cəmdə olan isimdir. Oxun kökündən dəyişən cəm isimdir. Bizdən də cəmləri istəyirdi, doğru cavab C. D-yə baxıram, clothes parça deməkdir. Sayıla bilmir, sayıla bilmirsə əlbəttə təkdədir. News də yenə sayıla bilməyən isimdir, sayılmırsa təkdədir. D-ni də çıxdım. Y variantına baxıram, mice kökündən dəyişən cəm isimdir, bu okeydir. Amma goose təkdədir. Bu səbəbdən Y-ni də çıxdım. 53-də doğru cavab C-dir. Davam eləyək 54-cü suala. Tək isimlər cərgəsini, cütlüyünü istəyir. A variantına baxıram, kökündən dəyişən cəm isim var. A-nı çıxdım. B-yə baxıram, houses cəmdir. B-ni də çıxdım. C-yə baxıram, meeting, feeling. Hər ikisi təkdədir. Doğru cavab elə C-dir. D-yə baxıram, police. Həmişə cəmdə olan isimdir. D-ni də çıxdım. Y variantına baxıram, seaman. Kökündən dəyişən cəm isim var. Bu səbəbdən Y-ni də çıxdım. 54 qaldı sadəcə C variantı. 55-ə baxıram, cəm isimlər cütlüyünü istəyir. A variantına baxan kimi görürəm, city, şəhər təkdədir. B variantında town, bu da şəhər deməkdir, təkdədir. C-yə baxıram, teeth, kökündən dəyişən cəm isim. Onun tək forması olur tooth. People, kökündən dəyişən cəm isim. Onun tək forması olur person. Deməli, doğru cavab C oldu. Çünki C variantında kökündən dəyişən cəm isimlər var və bizdən də cəmi istəyir. D-yə baxın, lion təkdədir. D-ni çıxdım. Y variantında grass. Grass ot deməkdir. Ot sayılmayan isimdir. Sayılmırsa əlbəttə təkdədir. Cəmlənə bilməz. Y-ni çıxdıq. 55 qaldı sadəcə C variantı. Davam edirik 56-cı sualla. Sayıla bilənlər cütlüyünü countable nouns istəyir. Deməli, biz hansı variantı sayıla bilməyənləri görsək, onu çıxacaq. A variantına baxıram, advice. Sayıla bilmir, A-nı çıxdım. B variantında coffee, sayılmır, B-ni də çıxdım. C variantında movement, hərəkət. Luck, uğur, heç biri sayılmır, çıxdım. D variantında water, sayılmır, çıxdım. Y variantında bird, quş, slice, dilim, hər ikisi sayıla bilən isimdir. Doğru elə Y variantıdır 56-cı sualda. Burada əlavə qeyd olaraq deyim ki, advice, yəni C hərfi olanda bunu biz məsləhət mənasında qəbul edirik. Çünki isimdir nitq hissəsi olaraq. Yəni noundur. N yazıram noun. Amma advice isə S hərfi olanda isə bu məsləhət vermək olur və feildir. Məsləhət vermək. Feildə ingilisində verb V yazdım. Okey, bu əlavə olaraq qeyd olaraq yadınızda qalsın. Advice məsləhət deməkdir, isimdir. Advise məsləhət vermək feildir.
Əla 7-ci sualla davam edirik. Countable nouns istəyir, sayıla bilənləri istəyir. A variantına baxıram. Money sayılmır. Bu səbəbdə A-nı çıxdım. Money sayılmır, amma money növləri dollardır, manatdır, evrodur. Onlar sayılıb cəmlənə bilirlər. B variantına baxıram. Luck, uğur sayılmır. Gold sayılmır. Bu səbəbdən B-ni çıxdım. C-də insect, port, toothbrush hər üçü sayıla bilən isimdir. D-yə baxıram. Coal, air sayıla bilmir. Y variantında luggage, baggage hər ikisi yük deməkdir, sayılmır. Meat, ət sayılmır. Deməli, meat ət deməkdir və sayılmır. Sayılmırsa U hərfi yazıram, yəni uncountable. Meal isə yemək deməkdir. Bu isə C yazırım, yəni countable nounsdur. Meal yemək deməkdir və sayılır. Amma meat isə sayılmayan isimdir, yəni uncountable nounsdur. 58-ə baxıram, sayılmayan isimlər cərgəsini istəyir, uncountable nouns. A variantına baxacam, variantlarda sayılanlara görə çıxış eləyəcəm. A variantında seat, oturacaq sayılır, A-nı çıxdım. B variantında tree sayılır, çıxdım. C variantında doctor, mouse sayılır, çıxdım. D variantında rice, düyü sayılmır, grass, ot sayılmır, sand, qum sayılmır. Doğru ilə D-dir. Y variantında degree sayılır. 58-də yalnızca D variantı doğru oldu. 59-a baxıram, sayıla bilməyən isimləri istəyir. A variantı short sayılır. B variantına baxıram, rice, düyü, gold, qızıl, water, su. Bunlar hər üçü sayılmır. Deməli, doğru ilə B-dir. C-yə baxıram, clock, watch, hour hər üçü saat deməkdir və sayılmır. Daha doğrusu sayılır. Bu səbəbdən C-ni çıxdım. D variantında teacher sayılır, table sayılır. Bu səbəbdən D-ni də çıxdım. Y variantında pen sayılır. Bu səbəbdən Y-ni də çıxdım. Çünki bizdən sayılmayanlar istəyirdi. Sayılmayan variant da sadəcə B variantıdır. 60-a baxıram, uncountable nouns. Sayıla bilməyənlər istəyir. A-ya baxıram, map sayılır mı, çıxdı. B-yə baxıram, apple home sayılır, çıxdım. C-yə baxıram, slice, piece sayılır, çıxdım. D variantına baxıram, house, yard sayılır, çıxdım. Y variantına baxıram, traffic sayılmır. Advice sayılmır. Rice, düyü sayılmır. Deməli ilə sayılmayanlar budur. Traffic sayılmır, amma traffic cəm isə sayılır. 61-ci sualla davam edirik. Plural nouns, cəm isimlər istəyir. A variantına baxıram, gold, qızıldır, sayılmayan isimdir. Sayılmırsa əlbəttə ki, tək olacaq. Tenis, oynadı, sonu S-lə bitsə də sayılmır və təkdədir. A-nı çıxdım. B-yə baxıram, month, təkdədir. Çıxdım. C-yə baxıram, oxen, kökündən dəyişən cəm isim. Thief, children. Hər üçü kökündən dəyişən cəm isimdir. Deməli, doğrusu elə C-dir. D-yə baxıram, cow, təkdədir. Knife, təkdədir. Bread, sayılmayan isimdir və bu səbəbdən də təkdədir. D-ni də çıxdım. Y variantına baxıram. Milk sayılmır və təkdədir. Cow təkdədir. Farm təkdədir. Deməli, doğru variantımız qaldı. C variantı, çünki bizdən cəmlər istəyirdi. 62-ci suala baxıram, cəm isimləri istəyir. A variantı eyes, stars, deməli ilə cəmlər A-dır. B-yə baxıram, shoulder, çiyin, təkdədir. B-ni çıxdım. C-yə baxıram, hair. Hair sayıla bilməyən isimdir. Sayılmırsa əlbəttə təkdə olacaq. Finger, barmaq deməkdir, təkdədir. D-yə baxıram, forest, təkdədir. D-ni də çıxdım. Y variantında head, baş təkdədir. Bu səbəbdən Y-ni də çıxdım. 62-də doğru cavab A variantı qaldı. 63-ə baxıram, singular nouns, tək isimləri istəyir. A variantına baxıram, dishes, forest, hər ikisi cəmdədir. A-nı çıxdım. B variantında scissors. İki hissəli əşyalar biz ingilisində bildik ki, cəm olur. Qayçı deməkdir və bu səbəbdən də tək deyil. B variantını çıxırıq. Həmçinin people da cəm isimdir. Davam edirik sualın digər hissəsinə. C variantında planets cəmdədir. Letters cəmdədir. C-ni də çıxdım. D variantına baxıram. Ingredients cəmdədir. D-ni də çıxdım. Ingredients, yəni yeməyin tərkibi deməkdir. Y variantında isə table, board, dress hər üçü təkdədir. Singular nounsu. Bu səbəbdən 63 Y variantı. 64-də baxıram, tək isimlər istəyir. A variantına baxanda X cəmdədir. A-nı çıxdım. B variantında heroes cəmdədir. B-ni də çıxdım. C variantına baxıram. Character, book, chair hər üçü təkdədir. C-ni götürürəm. D-yə baxıram, products cəmdədir. Y variantında eyes cəmdədir. 64 doğru cavab C-dir. 65-ə baxıram, singular nouns tək isimlər istəyir. A variantında jobs, işlər cəmdədir. B variantında goods, mal, əmtə deməkdir. Hər zaman cəmdir bu isim. C-yə baxıram, air, hava
sayıla bilmir və təkdədir. Money sayıla bilmir və təkdədir. Room sayıla bilən isimdir, yəni cəmləyə bilərik. Sadəcə olaraq otaq deməkdir. Sadəcə olaraq burada tək verib. Deməli bizdən də tək istəyirdi. Doğru cavab C-dir. D variantına baxıram. Tails cəmdədir, D-də çıxdım. Y variantında pets cəmdədir, Y-də çıxdım. 65 doğru cavab C oldu. 66-ya baxıram. Sayıla bilməyənlər istəyir. Deməli, hansı variantda biz sayılanları gördük, o varianta çıxırıq. A variantına baxıram, table, chair, hər ikisi sayılır. A-nı çıxdım. B variantında book, kitab, desk, parta hər ikisi sayılır. B-ni də çıxdım. C variantında oil, neft, yağ, salt, duz, money, pul. Deməli, bunların hər üçü sayılmır. Doğru ilə C-dir. D-yə baxıram. Bag, çanta sayıla bilir. Ball, top sayıla bilir. Bu səbəbdən D-ni də çıxdım. Y variantında wolf, canavar, roller, xətkeş. Bunlar sayılır. Bu səbəbdən Y-ni də çıxdım. 66 doğru cavab qaldı C variantı. 67-yə baxıram. Sayıla bilməyən isimləri istəyir. Sayıla bilməyən, deməli hansı variantda biz sayılanları görürüksə onu çıxacaq. A variantında foot. Foot sayıla bilən isimdir. Window sayıla bilən isimdir. Deməli A-nı çıxdıq. B variantında flower, plane. Çıxdım. C variantında car, pencil sayılır. Çıxdım. D variantında finger, table sayıla bilən isimdir. Çıxdım. Y variantında water, su, air, hava, sugar, şəkər hər üçü sayılmır. Doğru elə Y-dir. 68-də isə əlavə izahlar olacaq burada. Deməli, İlk olaraq öyrənək ki, sayıla bilməyən isimlər sayıla bilməyən olaraq qalır. Sadəcə onların belə deyək, miqdarını, azlığını, çoxluğunu bildirmək üçün partitivlərdən istifadə olunur. Partitivləri biz cəmləyib və tək olaraq istifadə edə bilərik. Burada mən yazmışam, videonu dayandırıb tam dəqiq şəkildə baxa bilərsiniz, amma bir neçəsini mən izah edeyim. Məsələn, a slice of bir dilim deməkdir. A slice of lemon, bir dilim limon. Mən əgər onu çoxaltmaq istəyirəmsə, qarşısında miqdar sayını gətirirəm və həmin ismi də cəmləyirəm. 4 slices of bread. 4 dilim çörək. Çörək sayıla bilməyən isimdir və sayılmayan olaraq yenə də qalır. Sadəcə olaraq partitivi biz cəmləyirik. Daha sonra digərlərini də siz tamamlı oxuyarsınız. Digər bir qayda isə burada qeyd eləmişəm. Deməli, the majority əksəriyyət deməkdir və özündən sonra cəm isim tələb edir. The number of, a number of. Bunlar da özündən sonra cəm isim tələb edir. Sadəcə olaraq the number of sayı deməkdir. A number of çoxlu deməkdir. Beləliklə, the number of-un xəbəri tək olur. A number of-un xəbəri isə cəm olur. A little özündən sonra sayıla bilməyən isim gətirir. Sadəcə a little pozitiv mənadadır, yəni bir qədər var. Amma little isə kifayət qədər deyil, yəni yetərsizdir. Several özündən sonra cəm isim tələb edir. Plenty of özündən sonra cəm isim və sayıla bilməyən isim tələb edir. A few özündən sonra cəm isim tələb edir. Sadəcə little-da olduğu kimi. A few müsbət mənadadır, yəni yetəri qədər var. Amma few isə mənfi mənadadır, yəni yetərsizdir. Demək olar ki, yoxdur. Some özündən sonra cəm isim gətirir. Sayıla bilən cəm, həmçinin də sayıla bilməyən isim gətirir. Deməli, bu qaydalara, bu izahlara baxaraq bu testi eləyirik. The majority, əksəriyyət, özündən sonra cəm isim gətirib doğrudur. The number of, özündən sonra cəm isim gətirməli idi. Bu səbəbdən səhvdir. A couple of pictures. Bu da doğrudur. Bir cüt şəkillər. Əgər picture sayılırsa, təbii ki, bunu cəmləməliyik, əlavə etməliyik. Çünki bir cütlük deyir. Doğrudur. 4-ə baxıram. $70,000. Biz bildik ki, money sayılmır, amma onun növləri sayılır və cəmlənə bilir. Doğrudur. Əgər, deməli, a kilos of meat. Meat ət deməkdir və sayılmır. O sayılmayan olaraq da qalır. Amma onun qarşısında işlənən partitivin qarşısında e artiklı gəlirsə, en bərabərdir 1-ə. Və ondan sonra gələn ismi tək olmalıdır. Burada həm e artiklı işlənib, həm də cəmlənib. Bu səbəbdən səhvdir. Doğru cavab 1, 3, 4, B variantıdır. 69-cu suala baxırıq. A little-dan sonra sayıla bilməyən isim gəlməli idi. Burada cəm gəlib A-nı çıxırıq. B-yə baxırıq. Several-dan sonra cəm isim gəlməli idi. Bu səbəbdən səhvdir. C-yə baxırıq. Plenty of-dan sonra ya sayıla bilən cəm gəlməlidir, ya da sayılmayan. Member-da üzv deməkdir. Sayıla bilir və cəm gəlməli idi. C səhvdir. D-yə baxıram. A number of çoxlu deməkdir və özündən sonra cəm isim tələb edir. News xəbər, məlumat və sayıla bilməyən isimdir. Bu səbəbdən D səhvdir. Y-yə baxıram. 2 pinches of salt. 2 çimdik duz. Salt sayıla bilmir və sayılmayan olaraq da qalır. Amma deməli partitivin qarşısında miqdar sayı birdən böyükdürsə həmin ismi cəmləyə bilirik biz. Doğrudur. Cavabımız Y-dir.
70-ə baxırıq. Cəm isimləri plural nouns istəyir. A variantında bottle, cat, window. Hər üçü təkdədir. B variantında glass təkdədir. Bu səbəbdən çıxdım. C variantına baxıram. Oxen, scissors, mice. Hər üçü cəmdədir. Oxen kökündən dəyişən cəm isimdir. Scissors isə iki hissəli əşyalar biz bilirik ki, cəm götürürük, qayçıdır. Mice da kökündən dəyişən cəm isimdir. Doğru cavab C-dir. D-yə baxıram. News, furniture, money. Hər üçü sayılmır. Sayılmırsa əlbəttə ki, tək olacaq. Y variantında Norman, desk təkdədir. 70 doğru cavab C-dir. 71-ə baxıram, cəm isimlər cərgəsini istəyir. Flower, rice hər ikisi sayılmır, sayılmırsa təkdədir. B-yə baxıram, information sayılmır, sayılmırsa təkdədir. C-yə baxıram, box təkdədir. D-yə baxıram, wolves, scissors hər ikisi cəmdədir. Doğru cavab D-dir. Y-yə baxıram, news xəbər məlumat deməkdir. Sayılmır, sayılmırsa əlbəttə təkdə olacaq. 71 D variantı. 72-yə baxıram. Deməli, sayıla bilməyən isimlərin qarşısında biz EN işlədə bilmərik. Daha sonra miqdar sayı 1, 2, 3, 4 işlədə bilmərik. Həmçinin ona sonuna S, yes artırıb cəmləyə bilmərik. Bunlardan yola çıxaraq gedirik cavabımızı tapmağa. Information sayılmır. Sayılmırsa artikel işlənməz. Samdan sonra ya sayılan cəm gəlməlidir ya da sayılmayan. Okey, bura qədər doğrudur. Amma baxırıq ki, information cəmlənib. Bu səbəbdən yanlışdır. C-yə baxıram. Information sayılmır. Qarşısında artikel işlənməz. Bu səbəbdən C də səhvdir. D-yə baxıram, some information. Az öncə qeyd etdiyimiz kimi, samdan sonra sayıla bilən cəm və sayılmayan isim gəlir. Və burada da sayılmayan isim gəlib, yəni sonu cəmlənməyib, doğrudur. Y variantında sayıla bilməyən isim qarşısında miqdar sayı işlənməz. Bu səbəbdən 72 oldu, doğru cavab D variantı. 73-ə baxıram, düzgün variantı istəyir. FU-dan sonra cəm isim gəlməlidir. Cəmin də Y-liyə S apostrof olur. Bir səhvdir. Şəhərlərin Y-li hal apostrof S-lə düzəlir. Doğrudur. Samdan sonra deməli sayıla bilən cəm və sayılmayan gəlir. Deməli deer, sheep, swine, fish. Təki və cəmə eyni olan isimlərdir. Yəni onların Y-li halı yalnızca və yalnız apostrof S-lə düzəlir. Burada S apostrof verib səhvdir. FU-dan sonra cəm isim gəlir, cəmin də Y-li halı S apostrofla düzəlir. Bu səbəbdən 4 doğrudur, 2, 4 A variantı. 74-ə baxıram. FU-dan sonra cəm isim gəlməli idi, səhvdir. 2-yə baxıram. Bir dilim çörək deyirsə, loaf olmalı idi, S artırılmamalı idi. Həmçində loaf-u cəmləyəndə loaves olur. FV-yə keçir və ES artırılır. 2 səhvdir. 3-ə baxıram. A little-dan sonra sayıla bilməyən isim gəlir. Bu da doğrudur. Some pieces of news. Sayıla bilməyən isim sayıla bilməyən olaraq da qalır. Amma partitivi biz cəmləyə bilirik. Və biz də bilirik ki, samdan sonra sayıla bilən cəm və sayılmayan gəlib. Burada da cəm gəlib. 4 doğrudur. 3, 4 B variantı. 75-ə baxıram. Choose the correct variant. Düzgün variantı istəyir. Furniture sayıla bilməyən isimdir. A piece of furniture doğrudur. A pieces of soap. Soap sayılmayan isimdir. Amma gəlibsə qarşısında piece təkdə olmalı idi. S artırılmamalı idi. Bu səbəbdən səhvdir. Samdan sonra sayılan cəm sayılmayan isim gəlir. Bu da doğrudur. FU-dan sonra cəm isim gəlməli idi. Burada təkdir. Doğru cavab 1, 3 B variantı. 76-cı sualda uncountable nouns sayıla bilməyənlər istəyir. Deməli, hansı variantda sayılanı görsək çıxırıq. Slice sayılır, A-nı çıxdıq. B-yə baxırıq. River, village, hammer sayılır, çıxdıq. C-yə baxırım. Hotel sayılır, çıxdım. D-yə baxırım. Rice, düyü, sand, qum, patience, səbir. Hər üçü sayılmır. Deməli, doğru elə D-dir. Y variantında language, dil, hand, əl sayılır. Deməli, yeni də çıxdım. Doğru cavab oldu 76-da D. 77-yə baxıram. Düzgün variantı istəyir. FU-dan sonra cəm isim doğrudur. FU-dan sonra cəm isim gəlməli idi. Bu səbəbdən səhvdir. FU-dan sonra yenidən cəm isim gəlməli idi. Doğrudur. FU-dan sonra cəm isim gəlməli idi. Bu yanlışdır. Doğru cavab 1, 3. Deməli, FU və FU-dan sonra ancaq cəm isim gəlir. Fərqi ondan ibarətdir ki, FU kifayət qədər, yəni müsbət mənada verir. FU isə demək olar ki, yox, yetərsizdir, mənfi mənadadır. 78-ə baxıram, yenidən düzgün variantı istəyir. Deməli, ki, sayıla bilməyən isimdir və sayıla bilməyən olaraq da qalır. Partitivləri biz çoxaldıb azalda bilərik. Əgər partitivin qarşısında deməli, miqdar sayı birdən böyükdürsə, həmin ismi biz cəmləməliyik. Slices olmalı idi, bir səhvdir. 6 kilos of rice. Dediyim forma, bax, bu doğrudur. 2 boxes olmalı idi. Box cəmlənməli idi, bu səbəbdən yanlışdır. 3 dozen eggs. Bu da doğrudur. 2, 4 C variantı.
79-a baxıram, cəm isimləri istəyir. Athletics. Bütün elm, fən, oyun adları son S-lə bitsə də, B variantında da həmçinin physics son S-lə bitsə də sayılmır və sayılmırsa əlbəttə ki, təkdədir. A-nın B-ni çıxdım. Grass, ot deməkdir, bu da sayılmır. Permission, icazə, bu da sayılmır. Əlbəttə sayılmırsa hamısı təkdir. C variantına baxıram. Good, mal, əmtə hər zaman cəmdə olan isimdir. Amma cheese, pendir sayılmır. Gymnastics, bütün elm, fən, oyun adları son S-lə bitsə də sayılmır və təkdədir. C-ni çıxdım. D-yə baxıram. Stairs, shoes, teeth. Hər üçü cəmdədir. Doğru cavab elə D-dir. Y-yə baxıram. Police, həmişə cəmdə olan isimdir. Amma knee, case, bunlar təkdədir. Bu səbəbdən Y-ni çıxdım. 79 D variantı. 80-ə baxıram. Sayıla bilən isimlər istəyir bizdən. Juice, meyvə şirəsi sayılmır. Picture sayılır. Tooth sayılır. Gold qızıl deməkdir. Material sayılmır. Bowl kasa sayılır. Money pul sayılmır. Amma pulun növləri sayılır. 2, 3, 5 doğru cavab B variantı. 81-də yenidən sayıla bilənlər istəyir. Countable nouns. Pudding sayılmır. Melon sayılır. Food sayılır. Təkdədir. Water sayılmır. Case sayılır. News xəbər məlumat sayılmır. 2, 3, 5 doğru cavabımız C variantı. Gedirik digər suala. 82-ci sualı baxaq. Düzgün variantı istəyir. A piece of advice doğrudur. An advice. Advice sayılmı isimdirsə, qarşısında artikel gəlməz, miqdar sayı gəlməz, cəmlənə bilməz. Some advice doğrudur. Çünki samdan sonra sayıla bilən cəm sayılmayan işlənir. 1, 4 doğru cavab B-dir. 83-ə baxıram, furniture sayılmır. A piece of furniture doğrudur. Some furniture, samdan sonra sayıla bilən cəm sayılmayan doğrudur. 5 furniture, əgər isim sayılmırsa, miqdar sayı işlənməz qarşısında və cəmlənməz, 3 səhvdir. Həmçində artikel qarşısında işlənməz, bu da səhvdir. Doğru cavab 1, 2 A variantı. 84-ə baxıram, sayıla bilməyənlər istəyir. Deməli, hansı variantda sayılan varsa çıxırıq. Hand sayılır, çıxdıq. Magazine, forest sayılır, çıxdıq. Happiness, xoşbəxtlik. Freedom, azadlıq. Peace, sülh. Hər üçü sayılmır. Deyə baxdım, potato, hat, jacket sayılır. Doctor sayılır. Deməli, yeni də çıxdım. 84 doğru cavab C oldu. 85-ə baxıram, sayıla bilməyən isimlər uncountable nouns istəyir. Blood, butter, perfume. Hər üçü sayılmır. Gun, pendir və parfüm. B-yə baxıram, eye sayılır, short sayılır. C-yə baxıram, map, toy sayılır. D-yə baxıram, age, answer sayılır. Y-yə baxıram, kitchen, bottle sayılır. Doğru cavab qaldı 85-də A variantı. 86-ya baxıram, cəm isimlər istəyir. Glass, təkdədir. Good, mal, əmtə hər zaman cəmdə olur. Grass, ot deməkdir və sayılmır, təkdədir. Bizdən cəmi istəyir, bu səbəbdən 3-ü götürmürük. 1 minute please. Okay. Deməli, təkdədir. Bunu çıxdı. Progress, inkişaf deməkdir. Sayıla bilməyən isimdir. Bu səbəbdən 4-ü götürmürük. Clothes, cəmdədir. Jeans, cins şalvar. Bu da cəmdədir. 2, 5, 6 doğru cavab A variantı. 87-ci suala baxırıq. Cəm isimləri istəyir. News, xəbər məlumatı sayılmır və təkdədir. Hostess, bu S-sizdir, çaşdırmasın. Bu şəkilçidir. Və onun cəmi ES artırmalıydı. Bu səbəbdən təkdə olduğu üçün götürmürük. Money sayılmır, sayılmırsa təkdədir. Police həmişə cəmdə olan isim. Stairs cəmdədir. Trousers isə 2 hissəli əşyalar cəmdə olur. 4, 5, 6 doğru cavab Y-dir. 88-ə baxıram, sayıla bilməyən uncountable nouns istəyir. Ox sayıla bilir və cəmlənə də bilir. Flower da həmçinin glue yapışqan deməkdir. Clay sayıla bilmir. 3-ü götürdük. Mouse sayılır və cəmlənir. Air hava sayılmır. Bread, çörək sayılmır və cəmlənə bilməz. 3, 5, 6 doğru cavab A variantı. 89-a baxıram, sayıla bilməyənlər istəyir. Hand sayılır və cəmlənir. Butter, yağ sayılmır. Full sayılmır. House sayıla bilir və cəmlənə bilir. Cheese sayıla bilmir və cəmlənmir. Baz sayılır və cəmlənə bilir. 2, 3, 5 doğru cavab B variantı. 90-a baxıram, sayıla bilməyənlər istəyir bizdən. Hansı cərgədə biz sayılan gördük, onları çıxırıq. Armchair, divan, kreslo, desk, parta. Deməli, bunlar sayılırsa biri çıxdıq. 2-yə baxıram, pudding, meal, map sayılır deyənə 2-də çıxdı. 3-ə baxıram, kindness, mehribanlıq, wit, buğda, progress, inkişaf 3-ü də sayılmır. 4-ə baxıram, problem. Problem istisnai isimlərdəndir ki, sayıla bilir. Problem, mistake, beauty, impression. Deməli, 4-ü də çıxdıq. 5-ə baxıram, dirt, çirk, grass, ot, honesty, vicdanlıq. 5 doğrudur. 3, 5 A variantı. 91-ə baxıram. Deməli, bizdən uncountable nouns sayıla bilməyənlər istəyir.
Birinci cərgədə snow, gar, milk, süd, ice, buz. Üçü də sayılmır. 2-yə baxıram, pet sayılır, çıxdım. 3-ə baxıram, letter sayılır, çıxdım. 4-ə baxıram, bread, çörək sayılmır. Furniture, mebel sayılmır. Rain, yağış daha doğrusu sayılmır. 4-ü götürürük. 5-ə baxıram, umbrella, baby sayılır. 1, 4 doğru cavab Y'dir. 92-yə baxıram, sayıla bilməyənlər istəyir. Servant sayılır, A-nı çıxdım. B-yə baxıram, Siri sayılır, B-ni çıxdım. Deməli, pencil, room, C-ni də çıxdım. Çünki pencil da, room da sayılır. D-yə baxıram, news, xəbər, məlumat, glue, yapışqan, kindness, mehribanlıq. Üçü də sayılmır. Y-yə baxıram, head sayılır, tree sayılır. Deməli, doğru cavab 92-də qaldı D variantı. 93-də singular nouns, tək isimlər istəyir. Oxen cəmdədir, tooth təkdədir, goods hər zaman cəm olan isimdir. Short, bu da cəmdir. Price təkdədir, sofa, divan təkdədir. 2, 5, 6 doğru cavab D-dir. 94-də baxıram, düzgün variantı istəyir. Deməli, əgər ismin qarşısında zaman mənalı ifadə edən cümlələrdə, deməli, ismin qarşısında miqdar sayı 1-dən böyükdürsə, deməli, onun yəli S apostrofla düzəlir, amma təkdədirsə apostrof S-lə düzəlir. Burada da to gəlib deyənə burada S apostrof olmalı idi, səhvdir. A week's shopping list. E bərabərdir, N bərabərdir 1-ə. Bu səbəbdən də tək isim gəlib və təkin də yəli hal apostrof S-lə düzəlir, doğrudur. 3 month notice. Deməli, 1-dən böyük miqdar sayı gəlib və isim cəmlənib, cəmin də yəli hal S apostrofla düzəlir. Doğrudur. If-you'dan sonra cəm isim gəlməli idi və cəmin yəli halda S apostrof olmalı idi. Bu səbəbdən səhvdir. 2, 3 doğru cavab D variantı. 95-ə baxıram, tək isimləri istəyir. A variantına baxıran kimi people, dolls getdi. Classes, trousers, glasses hamısı cəmdədir. C-yə baxıram, scissors, pants hamısı cəmdədir. D-yə baxıram, mice cəmdədir. Y, bottle, cat, window. Hər üçü təkdədir. Deməli, glasses haqqında əlavə bir məlumat verim ki, deməli, glass şüşə material kimi sayılmır. Şüşə kimi. Amma həmçinin glassın stəkan mənası da var. Bu zaman biz onu cəmləyə bilərik. Yəni glasses deyə bilərik. Həmçinin glassesin eynək mənası var. Həmişə cəmdə olur. Həmişə cəmdə olur. Deməli, 95-də doğru cavab oldu. Y variant. 96 ilə davam edirik. Sayıla bilməyən isimləri istəyir. Deməli, biz hansı variantda sayılanları görsək çıxırıq. A-ya baxırıq, baby, çıxdıq. B-yə baxırıq, milk, süd, juice, meyvə şirəsi, bread, çörək, salt, duz. Hamısı sayılmır. C-yə baxıram, apple, flower, egg sayılanlardır. D-yə baxıram, pen, tomato sayılanlardır. Y-yə baxıram, bag, book sayılır. Bu səbəbdən doğru cavabımız 96-da B-dir. 97-yə baxıram, sayıla bilməyən isimlər istəyir. A variantına baxıram, salt, duz, advice, məsləhət, kindness, mehribanlıq, silver, gümüş. Deməli, bunların hamısı sayılmır. Uncountable nounsdur. B variantına baxıram, idea sayıla bilən isimdir. Bottle sayıla bilən isimdir. C-yə baxıram, goose sayıla bilən isimdir. C-ni çıxdım. D-yə baxıram, football, doctor sayıla bilən isimdir. Y variantında həmçinin flag sayılır. Deməli, doğru variantımız A qaldı. Music sayılmayan isimdir, sayılmır. Həmçinin work sözü iş mənasında sayılmır. Amma əsər mənasında sayılır. Məsələn, Nizaminin əsərləri, Füzulinin əsərləri. Davam edirik 98-ci sualına düzgün variantı istəyir bizdən. A pair of shoes. Bir cüt ayaqqabı deyirsə, əlbəttə ki, ayaqqabı cəmdə olmalıdır. Bu səbəbdən bir səhvdir. A cluster of grapes. Doğrudur. Deməli, 100, 1000, million onların qarşısında fərqi yoxdur en artikülü gəlsin və yaxud da ki, digər miqdar sayıları 5, 10, 15 gəlsin. Biz onlara S artıra bilməliyik. Bu sayın mövzusudur, amma yenə də bilməliyik. Deməli, 3 səhvdir. 4-ə baxıram. A group of observers. Doğrudur. 1000 witnesses cəmlənməlidir. Bu səbəbdən səhvdir. 2, 4 doğru variantı B-dir. 99-a baxıram. Düzgün variantı istəyir bizdən. A 100 ola bilməz. Az öncə qeyd etdiyim kimi. A cluster of bananas doğrudur. A pair of tights doğrudur. A group of soldiers S artırılmalıydı. A 100 witnesses cəmlənməlidir. Bu səbəbdən doğru cavab 2-3D variantıdır. 100-ə baxıram. Sayıla bilməyənləri istəyir. Thing şeylər, əşyalar və sayılar cəmlənə bilir. A-nı çıxdıq. B-yə baxıram. Postcard, idea, wall hər üçü sayılır. C-yə baxıram, beauty, impression istisnai isimlərdir ki, bunlar sayılıb və cəmlənə bilirlər.
Bu səbəbdən C-ni də çıxdım. D-yə baxıram citizen, sayılır və cəmlənir. Yes, so, pollution, knowledge. Hər üçü sayıla bilmir. Doğru cavab %7'dir. 101'ə baxıram cəm isimlər cərgəsini istəyir. Money sayıla bilmir. Sayılmırsa təkdə olacaq. B-yə baxıram history, fən adları sayılmır. Sayılmırsa əlbəttə təkdə olacaq. Luggage, baggage sayılmırlar. Sayılmırsa əlbəttə təkdə olacaq. C-yə baxıram children. Cəm isimdir deyir. Təki və cəmi eyni olan isimdir. Amma digər sözə baxıram furniture sayıla bilməyən isimdir. Sayılmırsa əlbəttə təkdə olacaq. Bu səbəbdən C-ni çıxdım. D variantına baxıram clothes, tights, kettle. Hər üçü cəmdədir. Kettle mal-qara deməkdir. Hər zaman cəmdə olan isimdir. D doğrudur. Y variantına baxıram news, xəbər məlumat sayılmırsa əlbəttə təkdədir. 102'yə baxıram. Furniture sayıla bilməyən isimdir. Sayıla bilmirsə qarşısında artikel işlənməz. Another bu sözün tərkibində a artiklı var. Bu səbəbdən bu da işlənə bilməz. A few pieces of furniture doğrudur. A few-dan sonra cəm isim gəlir. Furniture sayılmır və sayılmayan olaraq da qalır. D-yə baxıram many-dən sonra sayılan cəm gəlməli idi. D-ni də çıxdım. Y variantına baxıram. Maçdan sonra sayıla bilən cəm gəlib. Bu səhvdir. Maçdan sonra sayıla bilməyən isim gəlməli idi. 102 doğru cavab C-dir. 103'ə baxıram. Question deməli sayıla bilən isimdir. A question doğrudur. A little'dan sonra sayıla bilməyən isim gəlir. Two more questions olmalı idi. One question olmalı idi. Yəni cəmlənməməli idi. A few question olmalı idi. Çünki a few-dan sonra cəm isim gəlir. 103 A variantı. 104'ə baxıram. A loaf of bread. Can you give me a loaf of bread? Mənə bir dilim çörək verə bilərsənmi? Doğrudur. Information sayılmırsa artikel işlənməz. Advice sayıla bilmir. Bilmirsə əgər cəmlənə bilməz. A few-dan sonra cəm isim gəlməlidir. Amma news xəbər məlumat deməkdir, sayılmır. Water sayıla bilməyən isimdirsə qarşısında artikel işlənməz. 104 A variantı. 105'ə baxıram. Please give me. Money sayılmırsa artikel işlənməz. A bottle of milk. Bir butulka süt doğrudur. A few-dan sonra cəm isim gəlməlidir. Bread sayıla bilmir. Əgər isim qarşısında artikel gəlibsə, daha biz onu cəmləyə bilmərik. Information sayıla bilmirsə, əlbəttə onu cəmləyə bilmərik. Doğru cavab 105'də B-dir. 106'ya baxıram, cəm isimlər istəyir. Patience, səbir sayılmır və təkdədir. Foxes cəmdədir. Men kökündən dəyişən cəm isimdir. Children. Children onsuz da cəm formadadır, kökündən dəyişir. Daha ona is artıra bilmərik biz. Bu səbəbdən səhvdir. Mais kökündən dəyişən cəm isimdir. Deməli, 106'nın doğru cavab 2, 3, 5'dir. 107'yə baxıram, düzgün variantı istəyir. A piece of wood doğrudur. Information sayılmır. Sayılmırsa qarşısında miqdar sayı işlənməz. A pair of stockings doğrudur. A few sex olmalı idi. Çünki a few-dan sonra cəm isim gəlir. Several stockings olmalı idi. Several'dan sonra cəm isim gəlir. Deməli 107 doğru cavab oldu 1, 3. 108'ə baxıram. Cansızların yiyəliyi ofdan düzəlir. The top of the building. Binanın başı doğrudur. A box of toys olmalı idi. Bir qutu oyuncaqlar. Əgər isim sayılırsa əlbəttə cəm formada olmalıdır. Two golf balls. Bu da doğrudur. Several hospital beds olmalı idi. Deməli, burada bir şeyi diqqətə çatdıraq ki, əgər iki isim yan-yana gəlirsə, biz əsas isim olaraq ikinciyə baxırıq. Məsələn, burada doğru götürdük golf balls. Golf əslində oynadıdır. Biz onu sayılmayan olaraq qəbul edirik. Qarşısında miqdar sayı gələ bilməz. Amma bizim əsas ismimiz buradadır. Balls, toplar və o cəmlənib deyənə qarşısında da miqdar sayı doğrudur. 108'də doğru cavab 1, 3. 109'a baxıram, düzgün variantı istəyir. Cəm isimlərin yiyəli halı S apostrof və sonra gələn isim də cəmdədir. 1 doğrudur. 2'yə baxıram, kökündən dəyişən cəm ismin yiyəli apostrof S olmalı idi. 2'də çıxdım. 3'ə baxıram, a few-dan sonra cəm isim gəlir və cəmin yiyəli halı S apostrof olur. Doğrudur. Amma sonra gələn isim də cəmlənməli idi. Buna görə çıxdıq. 4'ə baxıram, the fox's tail doğrudur. Tək isim yiyəli halı apostrof S. 109'da doğru cavab 1, 4. Bu qədər izahımız bitdi.